Paytaxtda sərçələrin sayı azalıb. Vaxtilə parklarda, pəncərə qıraqlarında, yaşıllıq olan yerlərdə gözə dəyən sərçələr indi gözə dəymirlər. Bəs bu quşlar hara və niyə yoxa çıxıb? Onların yoxluğunu hiss edən varmı? Sərçələrin sayı xeyli azalıbdır şəhərdə. Sərçələrin həddindən artıq az olmasının səbəbi yəqin ki, onların yemləri ilə bağlıdır. Onlar hər yerdə var idi. Hətta mən deyərdim ki, 10 il bundan əvvəl kifayət qədər sərçə var idi. İndi görsənmir sərçə. Yaşıllığın, ağacların sayı azaldığından, yəni onların da yaşamağa yeri olmadığından, səs-küydən. Mən özüm çoxdan burada olaram, fikir verirəm, doğrudan azalıb. Rayonda da azdır demək olar. Yəni bəlkə də sərçələrin sayı azalır. Əsas məsələ yaşıllıqla tikintinin bol olmağı, qonmağa bir yer tapmır da. Ağac yox, harda gizlənəcək, harda belə deyək də, nə bilim, yemək tapacaq. İqlim dəyişikliyi də ola bilər. Mən də heç şəhərdə görməmişəm, heç bir yerdə bu sərçələri görməmişəm son vaxtlarda. Təbiətdə elə bil ki, elə bir vəziyyətdir ki, indi hər şey məhv olub gedir. Ona görədir. Məhv olub gedir hər şey, ekologiya dəyişib. Sərçələr ekoloji xüsusiyyətlərinə görə kol quşlarıdır. Qrup şəklində uçurlar və yuvalayırlar. Onlar kol bitkilərindəki meyvələrlə və ya qazonlardakı toxumlarla, torpaqdakı həşəratlarla yemlənirlər. Bəs görək Bakıda son illər hansı proseslər baş verir? Paytaxt bu quşların yaşaması üçün uyğundumu? Suallarımıza cavab tapmaq üçün yollandıq Zoologiya İnstitutuna. Biologiya üzrə elmlər doktoru Tahir Kərimov bildirdi ki, Bakıda aparılan tikintilər, yaşıllıqların azalması, səs-küy, sərçələrin şəhərdə yuvalamasına mane olan əsas amillərdəndir. Kol bitkilərin əvəzinə tropik bitkilər tamamilə bunların yaşayışın yuvalanmasını, yemlənməsini təmin edən bitki örtüyü tədricən dəyişir.